Salam, hər vaxtınız xeyir olsun. Gəlin baxalım bu gün sizin haqqınızda tutduğunuz insan nə fikirləşir, nə düşünür. Üç variant var. Daş seçin. İnsanı tutun. Daşdan başlayırıq. Baxalım, insan hal-hazırda sizin barənizdə necə bir düşüncədədir, necə biri siz düşünür bu insan. Müdriksiz düşünür, müdriksiz və bir-birinizə uyğunsunuz düşünür. Bir-birinizi başa düşürsünüz, ağıllısınız. Düşünür ki, münasibət istəyərdi, amma əngəllər də var burada. Sevgi, münasibət isə belə siz çox bir tarazlıqda saxlaya bilən bir insansınız özünüzü. Belə sizi görür bu insan. Düşünür haqqınızda belə. İndi isə baxağın yaxın gələcəkdə. İnsan sizə qarşı. Bu insan seçim arasında qalasıdır. Seçim arasında qalacaq və sizi seçəcək ehtimal çox ki. Sizin təklif olacaq bu insandan. Amma siz tərəfdən elə bil yaxşı danışıq olmaya bilər bu insana qarşı. Narazılıqçılığınız olacaq. Dərin bir əsəbləşəcəksiniz. Nə təklifdir bu belə? Bu insan sizinlə sevgi münasibəti istəyir. Tutduğunuz insan sizinlə ciddi sevgi münasibəti istəyir. İkinci ailə söhbəti də ola bilər burada. Seçim arasında qalsa sizi seçəcək bu insan 100%. Amma siz nəsə narazı olacaqsınız. Əngəllər var. Siz özünüz elə bil ki, icazə vermirsiniz özünüzə bu insandan bir münasibətiniz olsun. Ya da ki, bu insanın sizə qarşı niyyətini qəbul eləmirsiniz də. Belə. Bu insan hisslərinə baxın. Nə hissi var içində, nə hissi var içində. Bu insan sizi arzuluyur. Bu insan istəyir sizinlə münasibət yaxşı olsun. Kim aralanıbsa qaydasız deyə istəyir. Nəsə qalib gəlmək istəyir. Siz də sevir bu insan. Yəni sevgisi var bu insanın sizə qarşı. Sevir, çox sevir. 100% sevir bu insan. 100% sevir, arzuluyur. Çox uzun sürət sevir bu insan sizi. Yəni, bu, kimi tutsaz da burada sizə qarşı çox yaxşıdır. Fikri də yaxşıdır sizə qarşı. Hissləri də var. Qadın, kişi, qohum, əqrəba fərqi yoxdur. Bu insan sizinlə küsüşübsüzsə barışmaq da istəyir. Ümid eləyir. Yəni, bu əl şikəsi deyil sizdən bu insan, yəni. Yalan da bəzi şeylərə, bəzi səbəblərə görə danışa bilər bəzi şeyləri.
Belə. Bu daşı kim seçirsə baxın. Sizə qarşı necə fikri var bunun. Barənizi necə bilirsiniz deyə nə düşünür. Necə görür sizi. Xatirə, keçmişdə olan şeyləri buraxa bilməyən bir insansınız. Dərd çəkən birisiniz. Yəni, hər şeyi düşünənsiniz. Çox şeylər keçirsiniz. Yaxşı şeylər yoxdur. Yəni, çox əziyyət çəkibsiniz. Çox zulmlar görübsünüz deyə düşünür. Çox burada müdriklik də var. Müdrikliyinizi bilir. Məsəl üçün 30 yaşınız varsa, düşünür bir 70 yaşında adamın ağlındasınız yəni. Müdriklik var orada. Kompromisə gedən bir insansınız. Hər şeyi ölçüb biçən insansınız. Sizi belə biri görür yəni. Keçmişdə olanları unutmayan birisiniz. Bəzən də özünə də oxşadır. Burada problem kimi bir insan da var aranızda. Görünür. Problem kimi bir insanı düşünür aranızda. Müdrik addım atmaq istəyir sizə qarşı bu tutduğunuz şəxs. Müdrik addım düşünür atmağa. Gəlin baxalım. Qalada nə deyəcək. İndi gələcəkdən nədir orada? Nə istəyəcək? Bu insan çox qorxur. Nədən qorxur? Xəbər qorxur gələr ki, siz başqa bir insanla bir yerdəsiniz, yaxud da ki, ailəniz dağıla bilər deyə qorxur. Burada nəsə maddi planda da ziyanlıqları var. Sizlə bağlayır bunları, yəni. Maddi itkiləri var. Yol görürəm burada. Bu insan yol gələcək siz tərəfə görürəm burada. Yol gəlmək istəyir. Yox, bu insan düşünür ki, yaxşı olacaq hər şey sizin aranızda, amma ki, yanılır. Siz burada qərar vermişsiniz. Görülür ki, qərar verilibdir. Bu insanla siz vedalaşırsınız. Ürəyinizdə seçim eləyibsiniz, yəni. Səbəb nə olub? Səbəb keçmişdə. Xəyanət ola bilərdi. Bu insan tərəfindən sizə qarşı pis hərəkətlər, pis davranışlar ola bilərdi, yəni. Hərəkətlərə görə çox peşman olacaq. Bu insan çox peşman olacaq hərəkətlərinə görə. Düzmü edirsiniz, düzmü seçim edibsiz? Yox, asılacaqlı qalmaq fikriniz yoxsa çox gözəl olacaq gələcəyiniz. Əgər bu insandan asılı qalsaz,
Dəyişiklik olasıdır, bu insan gizli işlər törədəsidir yenə də. Bu qədər burada göstərilir. Düz seçim edibsiz. Bağlı indi temanı. Burada kartlar belə deyir. İnsan bir risk xəyanət edibsə, edə duracaq. Yəni. Biraz vaxtlıq ola bilsin, biraz yaxşı oldu. Sonra mən şey. Qayıtsız. Yaxud da ki bu insandan yo. Çok pis olar sizin için. Sağlamlığınız için çok pis olar. Bu insan size ziyan getirir. Kim olsa belə qadın kişi fərq eləməz, kimi tutursuzsa sizin sağlamlığınıza ziyan olar. Canınıza ziyan getirir. Uzaq durun bu insandan deyərəm mən sizə. Yəni bu kadar sevgisi var idim bu insanın size karşı. Bəli, sevgisi var. Bu insan özünü çok sevir. Özünü sevir, özünü öyür. Ve peşmandı. Peşmandı. Her şeye göre çok peşmandı. Sizi itirenden sonra mı anlayacak ki sevirdi diye. Çok. Bəli. Bu kadar. Burada tuttuğunuz şəxsə bakalım. Bu kalıda gelir. Bu kalıda sizi necə gördüğünü, necə biri tanıdığını göstersin. Necə birisiz bu insanın gözünde. Çok güzel birisiz, çok simpatikli, çok güzel. Özünüze fikir verirsiniz. Bu insan sizi çok hədsiz derecede güzel görür. Çok arzuladığı qadın yaxud kişi kimi, yəni yolunuzu gözləyir deyə bilərəm. İstəyir sizlə münasibəti olsun. Burada belə yəni məlumat gəlir. Evinin xanımı eləmək istəyir. Bir yerde qalmaq, yaşamaq istəyir bu insan. Amma hər hal-hazırda çətinlikdədir, adım ata bilmir. Özünü qurban kim bilir. Yəni bu dəqiqəki vəziyyətə görə özünü qurban bilir. Bəzi əngəllər də var burada. Bəzi əngəllər var. Sevgi büyüsü de olabilir bu insanın üstünde. Ama sizi yine de sevir. Siz bundan ilişkide de bir yoldaşınız da olabilir. Ama başka bir insan buna büyü edip münasibətiniz biraz körlənə Yani qıraqdan bu insana nəsə edirlər. Böyle məlumat gəlir buradan. Gəlin baxalım. Gələcəkdə nə gözləyir də? Bakın cadı var idisə, cadı kartları burada əməl kartları çıxdı. Siz yaxud da ki bir qadın bunu getdirəsidir 100%. Getdirəcəkdir. Ağlı yerinə düşəcək bu insanın %100%. Ağlı yerinə düşəcək. Özündə olmuyor bu insan 100%'dir. Aranızda neler baş veribdi? Çok pis şey baş verib. Ölüb geriyə dirilib sizə bir ki. Məlumat, nəsə yalanını tutmusunuz, yaxud nəsə belə bir şey olubdu. Çıxıb
yol da var burada, gedib siz küsə də bilərdiniz bu insanla. Gələcəkdə nə olacaq aranızda bu insanla? Oh, dalaşa bilərsiniz, yəni biraz konfliktli olmağınız yaxşıdır. Susmayın. Narazısınızsa deməli siz nədən narazısınız? Öz dediyiniz sözün üstündə durun. Burada əyilməməlisiniz, yəni siz deyən olmalıdır bu insan. Siz qalib gəlməlisiniz də bu insanla, başa düşürsünüzmü? Sevgisi var mı sizə qarşı tutduğunuz insanın? Vay vay vay. Burada bu insan vəbşi sevə bilmir. Sevgi nədir bilmir. Bu insan özünü düşünür, bir də işini düşünür. İş. İşi də təmiz dağılacaq bu insanın. Çox pis günə düşəcək bu. Yəni bu onun qismətinə, taleyinə yazılıb. Hər şey itirəcəkdir bu insan. Səbəb nəyə görə? Sevgiyə görə. Sevginin qədrini bilmədiyinə görə, gizli ilişkisi olduğuna görə hər şeyini itirəcəkdir bu insan. Qadın kişi fərq eləməz. Yəni gizli ilişkiyə görə yaradanın cəzasıdır elə bil ki, yəni. Bütün sizə atan oxlar, qılınclar geri özünə batacaq bu insanın özünə. Bilmirəm daha nəyiniz böyük, sevgi olmaya da bilər, yaxın bir insan da ola bilər. Cəzasını alacaqdır sizə görə. Məsləhət kartı istəyirəm sizə çıxardan. Məsləhət nədir? İnsana görə nə məsləhət görürlər? Bu insanın üstündən kres koyun. Yəni lazımsız bir insan. Sizə bu insan daha lazım deyil. Daha lazım deyil. Gələcəyiniz də çox parlaqdır. Qayıdışı da arzu eləməyin. Qayıtmayın. Qayıtmasaz hər şey yaxşı olasıdır. Həyatınızda başqa bir insan olacaq və sizin taleyiniz də gözəl olacaq. Yəni qayıdışı düşünməyin də bu insanın qayıtmağa. Həyat boyu qayıtmayın bu insanı. Heç kəsi sevmir bu insan. Bu qədər. Qeyd olun kanalıma. Yeni çəkimlərə dək.